Az evdə mən rahat gəzənmirəm kameranın əlindən. Nə çimə bilirəm, nə yemək yeyə bilirəm. Adam niyə öz hamamında gizlənə çimsin ki, birdən komediya düşər? Niyə mən hər gün yuxudan qalxanda, telegramda ifşa səhifələrində bulurla olunmuş öz şəklimi axtarmalıyam ki, arvad yerə paylaşım? Cəmizi artırıram da sakit deyil. Ailə qalıbaz! Ailəmi spama düşüb, spama! O ailəni spamdan çıxartmaq üçün gəl nöqtədən vecurdan yazarsan kommentinə. Qardaşdır da, niyə qışqırırsan, niyə... Yaxşı eləylə beynimi çöndərsən də mənim. Əziz izləyicilərim, bir dəqiqə gözləyin. Dağılı bir ailəmiz yoxdur, dağıldı ailəmiz. Ailəmiz niyə dağılır? Biz ailəvi blogeriyik, ailə niyə dağılır ki? Dəlisən sən bizi dost da izləyir, düşman da izləyir. Bir nəfər! Bizim həyatımız o bir nəfərin üstündə qurulur və başa düşürsən sən. Məcid, bax səni deyirəm ha, bu blogerlər boşananda izləyicilər də yarı bölürlər. Eləmi? Çağır bir nəfər böləcəm bu stolda, çağır. Ortadan onu çalıb belə böləcəm, çağır bölün bu stolda. Az, o bir nəfər var da, o bir nəfər bizim qonşudur da, əvvəlcə stəkanla qulaq asırdı. O bir nəfər bizim qonşudur. Əvvəlcə stəkanla qulaq asırdı, indi də girib canımıza baxır. Ay, qulağı çək qapıdan. Qonşu demişkən,